Allah heç kəsin yaxasını kənd əlinə qoymasın. Kəndinin ən vaksamı var, xiyaş o kimindir. Nol, mümtaz dərəcə yek. Ali bala, bəhqeyi nədirsən? Bəli. Bizim bir yoldaşımız var. Mahmud adında. Allah rəhmət eləsin. Xahiş edəyəm, səs eləməyin. Sağ olasın. Siz danışanda mənim fikrim gedirsiniz yazı, onda görsən Məşəd əvəzinə getdi Kərbəlaya. Başıva dolan Məlicən, elə o cür gülcünlə. Daha həni deməclə də. Bəli, bizim yoldaşımız var, bu mənə gəldi ki, Məsma, Allah rəhmət eləsin. Bu otobusumu mən bir sevi sapay Məşədə Ərbəyin ziyarətinə. Xülasə deyim, Mahmud, bu cür, dedi, nənəm məriz istəyəm bu cür. Anama yetişəm, sən də mən bu maşınımı bizə gəldik ki, etdiyələşimiz yox. Bu maşının təhvil aldığı iki yoldaş, maşın da doğudan maşın, gəlin. Terminalda bir dənə idi, tavını döttü o zaman. O zaman hələ bu özü televizyon, iPhone, təşkilat, mehmanda şahid, həyzat var idi. Xülasə, mən buna deyim ki, Mahmud, bu lahədən minə deyir, gedək sən vasmınca, oradan çön Herbi Bere yoluna. Oraya kimi ki, otobüs get, orada saxla, getdik, saxladıq. Onda da yəni asfaltsa eləməmişlər. Ay bala, bizim müzavvarlar nə vaxt gələcək? Ha, gözümüzü tikdik, mən onda gördüm ki, dağın üstündən 6-7 dənə traktorun başı açıldı. Kəlbəşanların başına qərəb həysən vurublar. Hayliya gəl, haydi. 7-8 traktordu. Ey cida, hey çələvə, gəlirlər. Töküldülər bula otobüsün yanına, ay bala yubanmayın, yol gedəcəyik. Mən gördüm ya bula, bu xanımlar kəyşəflərin üstündən ağ dəsmal sancıqlı, ağ dəsmalı sancaqlı, yəni Məşədə gedən olardı. Kişilər də qollarına ağ dəsmal bağlamışdı, intizamat məmuru kimi. Mən gördüm, onlara basmaylılar öpürlər ki, zəvvalı dəsmal bağlayanlardır. Hələ. Ay bala, yubanmayın, Məşədə Ləskər məni duvadan unutma qadovalım. Mən gördüm, bu tirilləm, dallacı tiraktörlərin kimi vaqın bağlayıblar, elə bir tay yer alma, bir tay soğan, 15 batman yapılı çörək, yəni deyirəm. Deyim, bu yer alma soğan, neyiniz, satatsız? Yo, aparı Xorasanda yiyəcək. Deyim, Xorasanda yer alma soğan